Bismillahirrahmanirrahim. Salam əziz dəyərlər TV izləyiciləri, hər birinizi xanım saatında xoş gördük. Mübarək Şaban ayının tən yarısındayıq. Hədislərdə də qeyd olunduğu kimi, Qədr gecələrindən sonra ən fəzilətli gecə olan Yemi Şaban gecəsi, gündüzü isə mübarək zühuru vəd olunan bir şəxsin səadətli mövludu günüdür. 12 əsrdir müsəlmanlar məhz bu anın yetişməsini gözləyir və hər dəfə adı çəkiləndə Allah onun zühurunu tezləşdirsin deyə dua edirlər. Bəli, aydın olduğu kimi bugünkü verilişimiz 12-ci İmam Həzrəti Məhdi əleyhissalama həsr olunmuşdur. Qonaqlarımız tarixçi yazar Rəna xanım İsmailova və maarifçi Humay xanım Hacıyevadır. Xoş gəlmisiniz, salamlayıram hər birinizi. Rəna xanım, xahiş edirəm 12-ci İmam Həzrəti Məhdi əleyhissalamın həyatı barədə, mübarək təvəllüdü barədə bizlərə danışardınız. Bu haqda mən də ilk öncə Dəyərlər TV-nin əziz tamaşaçılarını salamlayıram. Həm daimi tamaşaçılarını, həm də bugün bizə təzə qoşulan yeni tamaşaçıları salamlayıram və bu mövlud münasibətilə, bu gözəl gün münasibətilə hər birinizi təbrik edirəm. Və bu mövlud haqqında danışmamışdan əvvəl onu qeyd eləmək lazımdır ki, bunun haqqında məlumatlar bu vaxta qədər artıq mövcuddur. Yəni, istər Əziz Peyğəmbərimizdən, istər imamlardan gələn rəvayətlərdə, hədislərdə artıq qeyd olunmuşdur ki, belə bir məsələ baş verəcəkdir. Və artıq bilinirdi ki, bu gələcək şəxs Əziz Peyğəmbərimizin nəslindən olan bir nəfər olacaqdır. Və hətta belə bir cəmaat artıq bilirdi ki, bu gələn adam, gələn bir şəxs çox gözəl bir dövran quracaq, çox gözəl bir hökumət quracaq. Və bütün bu məlumatlar artıq cəmaatda var idi. Biz bilirik ki, 9-cu imamımızdan başlayaraq artıq onlar bu dövrdə əsasən Samira şəhərində yaşayırdılar. Bu da onunla bağlı idi ki, həmin dövrdə onlara daha asan nəzarət eləmək üçün məhz imamların hərəkətlərinə və onları məhz burada məskunlaşdırmışdılar. Və bu dövrdə artıq 9-cu əsrdə İmam Həsən Əskəri əleyhissalamın dövründə artıq bilinirdi ki, bu mübarək mövlud məsələsi elə də uzaqda deyil. Və buna görə də bunun qarşısını almağa çalışırdılar və yaxud da ki, bundan narahat olanlar var idi. Təbii ki, buna sevinənlərlə yanaşı, həm də narahat olanlar da var idi. Buna görə də bu təhlükəsizlik ümumiyyətlə məsələlərini təmin eləmək üçün və ümumi bu anlaşılmazlıqların qarşısını almaq üçün çalışırdılar ki, bu mübarək mövludu gizli saxlasınlar. Və bizə gəlib çatan məlumatlar da, hamıda bütün məlumatlar da onu göstərir ki, bu məsələlər gizli şəkildə baş vermişdir. Bunun haqqında müxtəlif adamlar dolğun məlumata malik idilər ki, bunlardan biri də İmam Həsən Əskəri əleyhissalamın deməli bibisi Həkimə xanım idi və onun danışıqlarından bizə gələn məlumatlara görə o bildirir ki, mübarək Şaban ayının 15-ci gecəsi idi və o imamın evində idi və həmin gecə sübh çağı və bu mübarək doğum hadisəsi baş vermişdi və dünyaya gəlmişdi İmam Mehdi əleyhissalam və o buyurur, bəzi məqamları buyurur bu hadisə baş verərkən, deyir ki, çox tərtəmiz bir şəkildə dünyaya gəlmişdi bu körpə, çox gözəl, nurlu bir körpə idi. Və hətta dünyaya gələn ilk andan deməli danışmağa başlamışdı və Allahın təkliyinə şəhadət vermişdi, Əziz Peyğəmbərimizin peyğəmbərliyinə şəhadət vermişdi və növbə ilə bütün imamların adını çəkərək onlara salam göndərmişdi. Sonda isə öz atası İmam Həsən Əskəri əleyhissalamı salamlamışdı. Yəni bu uşağın doğulan kimi danışması məsələsi, bu da çox da təəccüblü bir məsələ deyil. Çünki Peyğəmbərlər tarixinə biz yenə nəzər salanda görürük ki, İsa əleyhissalam da yəni doğulan kimi danışmış, anasını müdafiə eləmişdi. Yəni, belə bir gündə, təqribən 255-ci ildə, daha dəqiq desə, 255-ci ildə Şaban ayının 15-ci gecəsində İmam Mehdi əleyhissalam dünyaya gəlmişdi və adını Məhəmməd qoymuşdular. Bundan başqa ancaq onun öz adı ilə çox az çağırırlar. Adətən hamı da bilir, eşidib ki, onu daha başqa adlarla çağırırlar. Məsələn, Hüccət deyirlər, Qaim deyirlər, Bəqiyyətullah deyirlər və ancaq
cəmaət arasında bizim tamaşaçılarımızın da bildiyi ən məşhur adı isə Mehdi adıdır. Mən atasının kim olduğunu qeyd elədim. Anası da yenə çox iffətli xanımlardan biri idi. Rum hökmdarının qızı olmuşdu və çox maraqlı bir şəkildə gəlib bu ailəyə düşmüşdü. Bəli, gəlin gəlmişdi. Onda maraqlananlar daha geniş məlumat üçün müxtəlif ədəbiyyatlara müraciət edə bilərlər bu barədə də. Biz həyat tarixinə nəzər saldıqda imamın görürük ki, həyatı ilə bağlı çox az məlumat var. Bu nə ilə bağlıdır? Yenə dedik, onun doğumu da gizli saxlanmışdı və onun imamlıq dövrünə qədər olan dövrdə, yəni hələ atası sağ olarkən onun haqqında çox az məlumat var idi. Belə ki, onun yaxın çevrəsi, inanılmış adamlar onu görmüşdülər, onunla söhbət eləmişdilər, onun haqqında məlumatları var idi. Amma çox geniş xalq kütlələrinin onun haqqında elə də məlumatı yox idi. Və hətta İmam Həsən Əskəri əleyhissalam öz sağlığında evinə gələn 40 nəfər qonaq dəvət eləmişdi və onların yanında özü oğlunu çağırıb onlara təqdim eləmişdi və buyurmuşdu ki, məndən sonra imam olacaq şəxs məhz bu şəxs olacaqdır. Məlumat azdır, mən deməzdim. Sadəcə onun qeybə çəkilməsi ilə bağlı onun həyatının hər detalı bizə tam şəkildə aydın deyil. Bu da iki dövr olub qeybət dövrü, yəni birinci mərhələdə və ikinci mərhələdə gözlərdən uzaq olub, biraz çox cəmaatın içində olmuyor. Bu birinci dövr deməli atasının ölümü ilə başlanan bir dövrdür və bu təqribən 69 il davam eləyir. Bu dövrdə amma cəmaatla əlaqəsi olub, məktublaşma, yazışma şəklində və naibləri vasitəsilə onlarla əlaqə saxlayıb, hətta kimin sözü varsa onunla gəlib görüşə bilərdilər, müxtəlif fiqh məsələlərdə onunla məsləhət ala bilərdilər və ikinci dövr isə sonuncu naibinin də artıq vəfatı ilə başlayan bir dövrdür ki, bu günümüzə qədər davam edir və uzun böyük qeybət dövrü adlanır. Bu dövrdə artıq onun məhz sıradan insanlarla əlaqəsi biraz azalmışdır. Xanım, ümumilikdə imamın qeybinin səbəbləri nə idi? Təşəkkür edirəm. İlk öncə təşəkkür edirəm dəvətinizə görə və eyni zamanda öz növbəmdə bütün xalqımızı təbrik edirəm mübarək Mövlud münasibəti ilə. Rəna xanım çox gözəl vurğuladı İmam Zaman Ağa Əcəl Fərəcəhovun Mövlud ərəfəsini və göstərdi ki, Mövlud ərəfəsi iki hissədə, onun qeybət dövrü iki hissədən ibarət olmuşdur. Kiçik qeybət dövrü və böyük qeybət dövrü. Və əlbəttə ki, hər bir şeyin səbəbi olduğu kimi bu şeyin bir səbəbi vardır. Qeybətin səbəbi göstərilən kimi ən birinci onun səbəblərindən vurğulanır ki, müəyyən gözlərdən uzaq olmaq üçün, belə ki, onun üçün böyük bir təhlükə gözləyirdi, onun varlığını təhlükə gözləyirdi və bu baxımdan da artıq insanların bu qeybətə hazırlanması İmam Cavad əleyhissalamın dövründən başlanmışdı. Belə ki, İmam Sadiq əleyhissalam İslami elmlərin, ümumiyyətlə sistemli təhsilin banisi olmuşdursa da, İmam Cavad əleyhissalamın dövründə artıq müştəhidlik məktəbi, belə deyə, indiki insanların daha başa düşdüyü dildə desək, artıq insanların imamlarla birbaşa ünsiyyətlərindən əlavə özlərinin də bir elmi, kifayət qədər elmi mənbələrə malik olmaları və insanlara özləri fitvalar vermələri imkanları artıq verilmişdir. Buna baxaraq biz görürük ki, İmam Cavad əleyhissalamın dövründə uzaq məsafələrdə, Azərbaycanda, Qumda, müxtəlif müsəlman ölkələrində fəaliyyət göstərən alimlər artıq olmuşdular ki, onlar eyni zamanda həm imamla məsləhətləşmişdilər və eyni zamanda da sərbəst insanlarla özləri müəyyən hakimlik, şəri məsələlərdə hakimlik etdikləri də müşahidə olunmuşdur. Və əlbəttə ki, bunun ən pik nöqtəsi İmam Zaman Əcəl Fərəcəhovun artıq imamət dövrünə təsadüf edir ki, İmam Zaman Ağanın artıq kiçik qeybətindəki atasının vəfatından sonraki artıq imamətə yetişir. Onun ən yaxın 4 naibi olur, vəkili olur ki, onun vasitəsilə onlar onun yerini bilirdilər, onunla şəxsən ünsiyyətdə olurdular və bəzən məktublaşmaları da var onlardan. Yəni, tarixi sənədlər var, məktublar var, mövcuddur indi sənəd olaraq.
Bu məktublar vasitəsilə və şəxsi görüşlər vasitəsilə onlar həmin dövrün ictimai, siyasi və ümumiyyətlə şəri sualları müəyyənləşdirirdilər və İmam Zaman Ağa Cəfər Fərəcəhum onlara öz dəqiq cavablarını verirdi. Amma bundan əlavə, bu 4 naibin olmasından əlavə biz bilirik ki, eyni zamanda çoxlu sayda vəkillər var idi ki, onların da hətta kiçik qeyb dövründə İmam Zaman Ağa Cəfər Fərəcəhumla görüşmələri və məktublaşmaları mövcud olmuşdur. Və pilləli olaraq Rəna xanım da vurğuladığı kimi kiçik qeyb dövrü 69 il təxminən sürmüşdür ki, bu 69 il sonuncu naibin vəfatı ilə başa çatmışdır və bundan sonra artıq hətta öz məktubunda sonuncu naibinə məktubda vurğulamışdır ki, 6 gündən sonra artıq sənin əcəlin çatacaqdır və heç kəsi özündən sonra bunu da qeyd eləmək lazımdır ki, bu naibləri İmam Zaman Ağa özü təyin etdiyi kimi bəyan olaraq onlar bir-birlərini bəyan etmişdilər. İmam Zaman Ağanın əlbəttə ki, xüsusi göstərişini onlar bir-bir bəyan etmişlər ki, özlərindən sonra növbəti naib kim olacaqdır. Və o bildirmişdir ki, İmam Zaman Ağa Cəfər Fərəcəhum buyurmuşdur ki, məndən sonra artıq naib yoxdur və artıq böyük qeyb dövrü başlamaqdadır və böyük qeyb dövründə şəxsən, yəni rəsmi olaraq İmam Zaman Ağa ilə görüşən olmamışdır və lakin alimlərin onun elə bir ki, o nurundan istifadəsi ilə, onun elmindən istifadəsi ilə insanlara töhfəsi çatır. Belə ki, böyük qeyb sanki kiçik qeybin baş verməsi böyük qeybə insanlara bir hazırlıq idi. Çünki İmam Zaman Ağa Cəfər Fərəcəhum birdən-birə qeybə çəkilsəydi, böyük qeybə çəkilsəydi, insanlar üçün böyük bir çaşqınlıq baş verərdi və insanlar buna hazırlıqsız tutulmuş olardılar belə bir hadisəyə. Kiçik qeyb insanların bir hazırlıq mərhələsi oldu ki, böyük qeybə çəkilsin. Böyük qeyb dövründə isə insanlar artıq psixoloji bir şeyə hazır idilər. Belə ki, Peyğəmbərimizin vaxtından hətta hədislər var. Bütün məsum imamlarımızdan hərəsində kifayət qədər mütəvatir şəkildə hədislər mövcuddur ki, İmam Zaman Ağanın gəlməsi ilə və onun həyatının iki qeybdən ibarət olması ilə kifayət qədər məlumatlar vardır. Təşəkkür edirəm. Məsumlardan nəql olunan hədislərdə də qeyd olunur ki, ən yaxşı əməl Həzrəti Məhdi əleyhissalamın intizarında olmaqdır. Ümumiyyətlə, intizarda olmaq nədir? İntizarda olmaq belə ki, biz qeybə çəkilməsi yox olması deyil imamın. Yəni çoxları da bilir ki, onu sadəcə gözdən kənar olmasıdır. Və bu da bizlərin hardasa və bugün də İmam Zaman Ağanın neçə yüz il keçməsinə baxmayaraq hələ də zühur etməməsi ona əsas göstəricidir ki, biz hələ özümüzü düzəldə bilməmişik ki, İmam Zaman Ağa zühur etməyib. Çünki İmam Zaman Ağanın zühurunun əsas səbəbi onun kifayət qədər tərəfdarlarının var olması olmalıdır ki, İmam zühur eləsin və tərəfdarları da biz kimlərdir? Onun zühurunu gözləyənlər, intizar çəkənlər. İntizar, alimlərin dediyinə görə intizar bir halət deyil. Yəni, insan onun içində sakitcə çəkəcəyi bir hal deyil. İntizar bir əməldir. Yəni, əməli bir şəkildir. Yəni, necə ki, alimlər, məsələn, göstərirlər intizarı açmaq üçün ki, necə ki, biz qışın soyuq aylarında yayı gözləyirik. Biz oturub gözləmirik ki, evdə soyuq, evdəki yay gəlsin. Müəyyən özümüzü qışın soyuğundan qorumaq üçün bir istilik vasitələrindən istifadə edirik. Və yaxud gecənin qaranlığında səhəri məsələn gözləyiriksə, biz işığı qaranlıq şəkildə oturub otaqda gözləmirik, işığı yandırıq və gözləyirik. Yəni, hansı bir əməl edirik ki, sübh gələnəcən bir nəsə biz etmiş olaq. Eyni ilə də intizar mədəniyyəti eyni ilə o cür nədir ki, intizar sakitcə oturub intizar çəkmək kifayət deyil. İntizarın əməli şəkli olmalıdır və əməli şəkli ən böyük halı da tövbədir. Çoxlu tövbə etmək və istiğfar etmək özümüz üçün hər kəs özlüyündə tövbə və istiğfar etməlidir və mömin bacı qardaşları üçün tövbə və istiğfar etməlidirlər və əlbəttə ki, imamın zühurunu istəməkdir. Hətta İmam Zaman Ağa Cəfər Fərəcəhum xanım Zeynəbə and verir ki, sizə and verirəm bibim Zeynəbə ki, mənim zühurumu istəyin. Belə ki, imamın zühuru onun özündən çox bizim özümüzə lazımdır ki, bəli, çünki biz hər birimiz bilirik ki, inşallah ki, onun zühuru ilə ədalət hakimiyyəti qurulacaqdır və insanlar və xalislər qalib olacaqdır. İnşallah. Yəni, biz əvvəldə də qeyd etdik ki, bu gecə çox mübarək gecədir və bu gecənin bərəkətlərindən necə bəhrələnmək lazımdır? Rəna xanım, bu gecənin məxsusi əməlləri vardırmı?
Bəli, bu gecə qeyd elədik ki, Qədir gecəsindən sonra ən bərəkətli gecələrdən biridir və bu gecənin müxtəlif əməlləri var. Yenə də ən əsas əməllərindən biri əhya saxlamaqdır. Əhya saxlamaqla dua etmək, Quran oxumaq, tövbə etmək, namaz qılmaq və yəni əsas şərtlərindən biridir. Hətta rəvayətlərdə gəlib ki, Cəbrail əleyhissalam bir gün əziz Peyğəmbərimizin yuxusuna girir və məhz bu gecədə və onu bildirir ki, bu gecə yatmaq gecəsi deyil, bu gecə əslində oyaq qalmaq gecəsidir. Bu gecə asimanın qapıları açılan gecədir, bu gecə rəhmət gecəsidir. Bu gecə ona görə də bu gecə oyaq qalmaq, dua eləmək və bu gecəni Allahla münacatda keçirmək çox yaxşıdır. Bu gecə İmam Hüseyn əleyhissalamın ziyarəti ən gözəl əməllərdən biridir və hətta Cəbrail əleyhissalam orada bildirir ki, mən sənin yanına gələrkən göydə mələklər də namazdaydılar, təsbih deyirdilər bu gecədə və çox böyük savablar var. Şəhidlərin savabı qədər savab qazanmaq olar. Bu gecə oyaq qalanlar üçün və bu gecəni doğru keçirənlər üçün cənnət vacib sayılar, vacib olar və bu Şaban ayının oruç tutanlarının savabı qədər bu gecə kim oyaq qalıb əhliyə saxlayarsa bu savablara yetişə bilər. Təşəkkür edirəm hər birinizə, əziz dəyərli qonaqlarımız və izləyicilərimizə də bizi izlədiklərinə görə təşəkkür edirik. Bir daha bayramlarını təbrik edirik. İnşallah həqiqətən də bu gecənin bərəkətlərindən hər biriniz bəhrələnə biləsiniz. Sizlərlə mən idim Xanım Saatında Leyla Hacılı. Gələn görüşlərə dək sağ olun. Allah amanında.